İyulun 1-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, şimal-qərb küləyi əsəcək, temperatur gecə 18-21, gündüz 26-31 dərəcə isti olacaq. Sabah Naxçıvan ərazisində demək olar ki, yağıntı ehtimalı yoxdur, havanın temperaturu 23-27 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında, xüsusən də Dağətəyi və Dağlıq rayonlarda arabir yağış yağacaq, şimşək çağacaq, bəzi yerlərdə yağıntılar qısa müddətli intensiv olacaq, dolu düşəcək, gecə yağıntılar bir qədər də güclənəcək. Axşama doğru kəsiləcək, gecə və səhər duman olacaq, mülayim şərq küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 17-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə isə 24-28 dərəcəyə qədər isti olacaq.